Bir sahabelerden birinin tələbəsi sahabenin gözlərinin içine bakır. Hansı ki Peyğəmbəri görməmişdi sallallahu aleyhi ve sellem'i. O sahabeden ders alırdı. Gözlərinin içine bakır. Deyir ki, diqqətlə baxır belə. Soruşur ki, tələbəyə nə olub deyir. Deyir ki, baxıram ki, bu gözlər xoş bu gözlərin halına deyir. Deyir ki, Muhammədi görüb bu gözlər sallallahu aleyhi ve sellem. O sahabe o tələbəyə onu inkar edir. Deyir ki, belə demə deyir. Deyir ki, Peyğəmbərin vaxtında yüzlərlə gözlər var idi. Onu gördülər deyir, iman etmədilər. Subhanallah. Sən deyir, Allah'a həmd elə üzərində olduğundan deyir. Üzərində nəyin üzərindəsən? İslam üzərində, elhamdülillah. İman üzərində, buna görə Allah'a həmd elə. Unutub sahabənin adını, məşhur sahabədir radiyallahu anh. Deyir ki, o tələbə ona deyir ki, ona baxıram ki, xoşbəxt o gözlərin Allah ki, onlar Muhammədi görüb. Doğrudan da bir təriflə edir sallallahu aleyhi ve sellem. O da deyir ki, sən deyir, elə də fikirləşmə deyir. Sən denən ki, elhamdülillah ki, mən neymət üzərindəyim. Yüzlərlə deyir, insanlar var idi deyir, minlərlə. Peyğəmbəri deyir, o gördülər o gözlərlə, amma iman etmədilər. Subhanallah. İndi Allah'a sonsuz şəkildə həmsənlər olsun. Allah bizə 15 əsrdən sonra Muhammədə sallallahu aleyhi ve sellemə tabi olmanı nəsib edib.